Dəyərli izləyicilər, xoş gördük sizi. Avtosaz olaraq bugündən bazarda ümumiyyətlə bütün mövzularla bağlı sizə təqdim edəcəyim hər bir videonu ən keyfiyyətli formatda təqdim edəcəm. Söz verirəm ki, Avtosazda izləyəcəyiniz görüntülərin keyfiyyəti xüsusi olaraq ayrıca zövq verəcək sizə və paralel olaraq da təbii ki, mənim şərhim. İlk olaraq başlamışıq yenə avtomobil bazarından. Bazarda vəziyyət necədir, qiymətlər hansı səviyyədədir, alqı-satqı varmı? Bütün bunları öyrənmək üçün düşəcəm bazara və bazardakı ümumi vəziyyəti bir kəşfiyyat edəcəm. Daha sonra isə sizdən gələn hansı ki istədiyiniz bir neçə avtomobil var ki, o avtomobillərin də qiymətlərini sizlə tanış edəcəm. Mən də bazarın vəziyyətini sizlə tanış edəcəm. Odur ki, bizi izləmədə qalın, biz düşürük bazara. Deməli, dəyərli izləyicilər, fikir versinizsə, bazardakı avtomobil sayının nə qədər çox olduğunu görmək olur. Yəni, əvvəlki iki bazarla müqayisədə hələ ki, bu çoxluqla bağlı dəyişən xüsusi bir yenilik yoxdur. Yəni, əvvəlki iki bazarda, geridə qalan iki bazarda bu qədər avtomobil çıxarılmışdı bazara. Yəni, eyni sayda demək olar ki, bazarda avtomobil bugünkü gündə də var. Baxın, ən dərinliklərdəki vəziyyəti göstərirəm sizə. Baxın, nə qədər avtomobil var bazarda və bunu yuxarıdan dayanıb baxanda daha yaxşı görmək olur. Buradakı bu bolluğa fikir verin. Nə qədər maşın çıxarılıb bazara. Dəyərli izləyicilər, bu avtomobil yəqin ki, çoxlarınıza tanışdır. Chevrolet Equinox var qarşımızda. Çünki niyə tanışdı deyirəm? Artıq son 2 ildir, 2 ilə yaxındır. Azərbaycana Amerikadan bu maşınlar kifayət qədər gətirilir. Yəni sevilir bu maşın artıq 1-2 ildir ki, Azərbaycanda. Yəni Bakıda daha çox bu maşınlara xüsusi üstünlük verirlər. Yəni söhbət qarşımızdakı bax bu crossoverdən Chevrolet Equinox-dan gedir. Amerikadan gəlib avtomobil 2019-cu ildir avtomobil. 157 min kilometr, mil yox, 1000 kilometr yürüyüşü var. Avtomobilin start qiyməti 22.500 deyir qardaş. Orta komplektasiyadır. Yəni ki, premium salondur. Deyir qardaş, deyir ki, gələndə də heç bir qəza ilə gəlməyib. İndi təqdim edəcəm interyerin sizə. Baxın, açarsız daxil olma var avtomobildə. Siz düşmürsünüz, narahat olmayın. İnteryerini təqdim edirəm sizə. Baxın, böyük monitordur və s. Start stopu var. Premium komplektasiya deyir avtomobilə. Qardaş deyir ki, Amerikadan gələndə deyir, heç bir qəzası olmayıb və rəng deyən yerlərdəki yoxdur. Parça salondur, avtomobil səliqəli vəziyyətdədir. Bəli, dəyərli izləyicilər, Equinox xüsusi olaraq sevilir. Yəni, niyə sevilir mən deyim sizə? Bu avtomobilin qiyməti əlçatandır. Yəni, vəziyyətinə görə, SUV görünüşünə görə, müxtəlif komplektasiyalar, yəni ən full komplektasiyası belə, yəni ilinə görə, kilometrajına görə bir çoxlarına sərf edir. Ona görə də bu avtomobiller bazara daha çox ayaq açmağa başladı. Bax, görürsünüz, burada da bir Equinox var. Onunla da maraqlanırlar. Alıcıları var. Yəni, maşına baxırlar. Detallı şəkildə incələyirlər avtomobili. İndi mən sizə vizual görünüşünü təqdim edirəm. Tünd göy rəngdə rəngidir. Avtomobil səhv eləmirəmsə, o da orta komplektasiyadır. Qardaşlar baxır avtomobilə. Şimdi mən mühərrikxanasını da sizə təqdim edəcəm. Daxil olaraq mühərrikxanasının vəziyyətini göstərirəm sizə. Allah bazar versin qardaşlar. Neçə deyirlər? 25, 19'dur. 2019'dur bu da. Görürsünüz 20.500'e deyir. Avtomobilə baxır, maraqlananlar var, avtomobilə baxırlar. Açarsız daxil olma, görürsünüz hər qapıda var. İndi eyni komplektasiya, biraz öncə çəkdiyimlə eyni komplektasiyadır. Premium komplektasiyadır, çünki start stopu var. Böyük monitoru var, müxtəlif funksiyaları burada aktivdir. Elektron əl əyləci var və s. kimi özəllikləri var. Amma avtomobil niyə premium salon deyirəm? Çünki tam full komplektasiya deyil. O parçadır, parça oturacaqlardır və avtomobildə görürsünüz damda heç bir formada lük yoxdur. Belə, yürüyüşü nə qədərdir qardaş? 130 min mildə yürüyüşü var. Avtomobillə maraqlanırlar. İnşallah ki, qardaş satar. Alıcılar da çünki ciddi formada bu maşına baxırlar. Belə. Görürsünüz, Equinox var. Qardaş Vinin təqdim edir alıcılara. Və qardaşlar da Vini ilə maraqlanırlar. Belə. Sevilən maşınlardan biri də Hyundai Accent'dir. Qarşımızdakı isə Koreya bazarı üçün nəzərdə tutulan 1.4 mühərriklə təmin olunan maşındır. Avtomobil orta komplektasiya deyəcəm, yəni premium komplektasiya deyəcəm. İndi baxacam salonu sizə yox, avtomobil full komplektasiyadır. Açar təqdim olma, görürsünüz, açarsız daxil olma. Burada böyük monitor görürük, start stop görürük. Koreya bazarına xas olan full komplektasiyadır bu avtomobil. İli 2016-cı ildir. 16-cı ildir və qardaş deyir ki,
Avtomobilimin start qiyməti 18 mindir. Nə qədər gedib qardaş? 53 min kilometrdə yürüyüşü var. Elə, səliqəli maşındır. Müəyyən hissələrdə, görürsünüz, bezkraska işləri və yaxud müəyyən hissələrdə rəng dəyməli olan yerlər var. Yəni ki, kosmetikasına bir balaca ehtiyac var. Qəzası vuruğu və s. olub, yoxsa yox? Qardaş deyir ki, qəza vuruq falan olmayıbdır. Hyundai Accent, qardaşlar, Koreya bazarı. 18 min manat. Deməli, gəzirik, baxırıq, maraqlanırıq, maşınların qiymətlərini soruşuruq və həm də paralel olaraq ümumi vəziyyətə nəzər yetiririk. Bazarda alqı-satqı məncə ötən bazarkına nisbətən normaldır. Ötən bazar ümumiyyətlə heç kim yox idi bazarda, amma bu bazar, baxın, heç olmasa bir qrup alıcılar var bazarda, gəzirlər, bir neçə avtomobillə maraqlanan, yaxından maraqlanan və ciddi almaq üçün baxan alıcılar da görmüşəm. Deməli, dəyərli izləyicilər, qarşımızda 2020-ci ilin Chevrolet Malibu'su var. Avtomobil full komplektasiyadır. İndi təqdim edirəm sizə görüntüsünü. Rəng deyən yerləri var, mən bunu görürəm. Salon yox, avtomobil orta komplektasiyadır, tam orta komplektasiyadır, görürsünüz. Parça salon var, qardaş uzanıb özünə belə əməlli başlı qulluq edir, çünki alıcısı yoxdur. Təqdim edirəm sizə görüntüsünü. Malibu Chevrolet 1.5 turbo. Damında bir-iki yerdə bezkraskalıq işləri var. Belə, qiyməti nədir qardaş? 19.900 manatdakı qiymətidir, start qiyməti. Biraz öncə qarşımızdakı bu modelin, yəni ki Hyundai Accent'in 2016-17-yə qədər olan o banını, o gövdədə olan maşının versiyasını çəkdik. İndi daha bir yeni nəsil var qarşımızda. 2021-ci ildir. Avtomobil servisdir və mühərriki rəydi bunlarda 1.6-dır, səhv eləmirəmsə. 1.6 mühərrikdir. Sadə motor, sadə korobka deyir qardaş. Nə qədər gedib avtomobil? 49 min yürüyüşdə də avtomobil. Görürsünüz, açarsız daxil olması var və s. Mən sizə təqdim edirəm dəri salonunda. Avtomobil çox səliqəli vəziyyətdədir. Baxın, 49.078 yürüyüşü var. Avtomobil premium komplektasiyadır. Çox yaxşı vəziyyətdədir, çünki yürüyüşü azdır. Dayı demək olar ki, yeni kimi saxlayıb maşını. Start qiyməti nə idi dayı bunun? 27.900 manat start qiymətidir. Qara rəngdədir, təkərləri və s. hər şey əla vəziyyətdədir. Qiymətini də dedim sizə 1.6 mühərrikdir. Belə, maraqlıdır, yəni servisdir, disk təkər. Qiyməti isə maraqlıdır. İndi özünüz qiymətinə görə şərhləri yazarsınız. Belə, bu maşın isə Şanqan A05-dir. Bunun da rəngi o taksidə sürülənlər kimi paralel olaraq ağ rəngdə deyil. Makrosfalt rəngdədir, yəni ki, tünd yaş asfalt rəngdədir. Avtomobilin start qiyməti 23.500-dir, səhv eləmirəmsə, 23.500-dür. Nə qədər gedib bu avtomobil? 30 mində bu avtomobil gedib. Bəli, qardaşlar, yəni ki, bazarda gördüyünüz kimi Çin maşınları var, ikinci əl. Yəni, bir neçə ay sürüblər, istifadə ediblər və gətiriblər bazara satmağa. Belə, davam edirik digər avtomobillərin və bazarın vəziyyəti ilə tanış olmağa. Burada bir oxuyan Toyota Prius 30 Kuza var. Belə, oxuyur və 2009-cu ili avtomobildə akustika, səs sistemi yığılıbdır, qardaşlar. 14 yarıma deyir qardaş, qara rəngdədir. Babat basovkası var, görürsünüz. Səliqəli vəziyyətdədir. Bu 30 Kuza 2009-cu ildir və qardaş bu 30 Kuzanı sizə təqdim edirik start qiymətini 14 yarıma. Elə. Bu istiqamətdə sizə göstərirəm. Köhnə maşınların yerləşdiyi yer bazarda. Alıcılıq burada da belə də bir-iki nəfər var ki, maraqlananlar var. Neçə deyirsiniz Destroyeri? Neçə? 12 min gedib, qardaş deyir ki 12 min gedib və 21 minə deyirəm. Qardaş, səhv eləmirəmsə 21 min ilə sıfırı deyil bunun. Qardaş, ağ rəng. Ağ rəngləri, hə. Qardaş deyir ki, ağ rənglərdir o qiymətə. 12 min gedibdir və öz şəxsi istifadəsi üçün alıbdır. 6 ay maşındır, qardaş deyir. Mən sizə görürsüz açarsız daxil olma. İnteryeri təqdim edəcəm. Buradakı vəziyyəti göstərirəm sizə. Destroyer, qardaşlar, BYD hər kəs üçün o məşhur olan maraqlı maşındır. Çünki bir çoxlarımızda
bu maşından var və sürürük. Belə plug-in hibriddir bu avtomobil. Yəni ki, daxili yanma mühərriki və paralel olaraq da elektriklə çalışır. Qardaş gətirib bazara satmağa. Deyir, 6 ay bundan qabaq almışam. Yürüyüşü də 12 min. 12 min də yürüyüşü var. Belə. Bazarın daha bir mərkəzi yolu ilə davam edirik. Gəzirik, gəzdikcə də baxırıq. Bəli, həqiqətən də bu bazara əmin oldum ki, ötən bazara nisbətən, baxın burada da maşınla maraqlanırlar. Ötən bazara nisbətən, yəni ötən bazarlara nisbətən daha doğrusu bir alıcılıq var. Yəni maşınlarla ciddi maraqlananlar var. Yəni tam əvvəlki bazarlar kimi sönmüş vəziyyətdə deyil bu bazar. Yəni həqiqətən də baxanlar, maraqlananlar var. Yəni bir tərpəniş, bir qaynaşma var bazarda. Qiymətlərdə isə ciddi bir dəyişiklik yoxdur. Qiymətlər elə həmin qiymətlərdir, həmin vəziyyətdir. Amma maşın almaq istəyənlər var. Davam edirik soruşmağa və bir neçə avtomobil var ki, onları çəkmək istəyirəm. Dəyərli izləyicilər, bazara ayıq açan kimi maşınları çəkməyə davam edirəm. Qarşımızdakı ağ rəngdə Changan Unize'dir, crossover, plug-in hibrid avtomobil 39 min yol gedibdir. Bir maraqlı qiyməti var. Sonuncu dəfə çəkdiyim bir məlumatı paylaşmışdım ki, Changan Unize'lər hətta 29.500-ə qədər, 29.000-ə qədər düşüb. Yəni söhbət sıfırından gedir. Bu maşın isə 39.000 gedib, bu maşını qardaş deyir ki, 29.500-ə verərəm. Maraqlıdır. Yəqin baha alıb, daha əvvəl alıb deyə ona görə görürsünüz. Changan Unize'nin salonunu təbii ki, artıq bir sözə ehtiyac yoxdur. Bu salon maraqlıdır və hər kəs də bilir. Unize'nin salonunu yenə də bilməyənlər və görməyənlər üçün göstərirəm. Oturacaqların idarə olunmasıdır, 360 dərəcə kamerasıdır, böyük monitordur və hər şey təbii ki, bu monitorlardan idarə olunur. Və ümumi vəziyyəti göstərirəm sizə, səliqəli vəziyyətdədir. Avtomobilin arxa oturacaqlarını üzdüyüblər, çexol vurublar və tavan başdan başa təbii ki, panoramadır, lükdür, yəni ümumi vəziyyət göstərirəm sizə. Təkərləri, diski yaxşı vəziyyətdədir. Sürülüb qardaşlar, 39 min yol gedibdir, sürülübdür avtomobil və 39 minin qarşılığında qiyməti də 29.500 olmağı, nə bilim, yəni cəmaat gedib sıfırını alır. Qardaş isə deyir ki, yox, mən bu qiymətə satıram. Soruşmaq istəyirəm, dayı, neçə almışsınız bu maşını? Neçə vaxt bundan qabaq? 6 ay bundan qabaq 34.300'ə alıbdı dayı deyir, maşın almışam. Belə. Deməli, qarşımızda dəyərli izləyicilər, Amerikanın Kia Forte-si var. 63.000 mil yürüşdədir. Avtomobil neçənci ildir? 20-ci ildir avtomobil. Amerikadan gələndə nəyi ilə gəlibdir, hansı qəzası ilə? Bir dənə sağ kurulu. Dəyişib yoxsa yox? Hə, bir dənə sağ qanat, yəni ki, sürücü tərəfdən olan sağ qanat. Kurulu deyək, hər kəs kurulu deyəndə başa düşür. Dəyişibdir. Və indiki vəziyyətdə start qiyməti nədir, qardaş? Start qiyməti 26.000 manatdır. Avtomobil sadə komplektasiyada göstərirəm sizə, təqdim edirəm. Parça oturacaqlar, parça salon, düzdür, monitor böyükdür ki, müasir avtomobillərin bir çoxunda var, ilinə görə. Görürsünüz, niyə sadə deyirəm, bax, buradakı funksiyaların vəziyyətini özünüz müşahidə edirsiniz. Belə avtomobildə oturacaq qızdırıcısı və s. bunlardan əliniz üzün bunlar yoxdur. Oturacaqların idarə olunması yoxdur. Belə. Ki, soruşsaz, səliqəli maşındır. Parça salonu olsa da səliqəli vəziyyətdədir. 26.000 manat bu Forte üçün start qiymətdir. Maraqlıdır, 26.000 manata. Yəqin ilinə görə qardaş belə deyir, nə bilim. Allah xeyirli bazar eləsin inşallah. 2015-ci ilin M paket BMW-si var qarşımızda ki, bu maşın F30'a yığılıbdır. Avtomobil öndən, görürsünüz necə agresiv bir görünüşü və çox əla bir görünüşü var. Təqdim edəcəm indi sizə. Mühərriki nə idi qardaş? M20 mühərrikdir, avtomobilin mühərriki. Disk təkərini göstərirəm sizə. İndi daxil olacağım interyerinə, interyerini təqdim edəcəm sizə. Çox qəşəng vəziyyətdədir. Bəli, F30'a yığılıb M paket bu BMW 2015-ci il. Salonu təqdim edirəm sizə. Oturacaqların vəziyyətini göstərirəm. Baxın, interyeri səliqəlidir. Oturacaqları dərisi və s. səliqəli vəziyyətdədir. Arxa oturacaqları səliqəlidir. Avtomobilin lüku var, görürsünüz. Hər şey qaydasındadır və bu
ön şitin vəziyyətini göstərirəm sizə. Bu da ön şit. Bəli. Yürüşü nə qədər gedib deyəcəm, soruşacağım. Görürsünüz, lipstoplara qədər avtomobildə, lipstoplara qədər hər şey var. Avtomobil nə qədər gedib? Yürüşü nədir? 77 min kilometr yürüşüdür var. Start qiyməti nədir qardaş? 28.500 manat start qiymətidir. F30'a yığılan bu M paket BMW-nin qiyməti. Deməli bir dəyərli izləyicim var. Hər bazar mən bu bazardan maşınları çəkib təqdim eləyəndə hər dəfə yazır ki, səndən xahiş edirəm, mənim üçün bir Lexus LX 570 çək. Və təəssüf ki, mən bu bazarda neçə bazarda artıq gəzirəm və dediyiniz o marka maşını tapıb çəkə bilmirəm. Yalnız bu bazar 2-3 yerdə Lexus görmüşəm və yaxınlaşmışam, baxıram ki, bu Lexuslar isə eyni model demək olar ki, GX 460'lardır. Yəni LX o 570'lər demək olar ki, bazarda yoxdur. Ona görə də onun əvəzinə istədim bunu sizin üçün təqdim eləyəm. İndi keçəcəm maşını detallı şəkildə sizə təqdim eləməyə. Baxaq görək, həm də qardaş, satan qardaş təbii ki, Lexus'tan anlayışı var. 570 ilə bu modeli bir-birindən fərqləndirən cəhətləri onu təqdim edəcəyik sizə. Başlayırıq incələməyə. Deməli 2012-ci ildir bu qarşımızdakı Lexus 460 olan bu kuzov. 2012-ci ildir. 4.6 mühərrikdir. Qardaşdan soruşmaq istəyirəm ki, ümumiyyətlə LX 570 ilə bunun fərqləndirən cəhəti nədir? İlk olaraq onu soruşum. Əsas ölçüsləridir bunun. Belə deyək də, bu Prado'nun lüks variantı gedir. 5.7-dəki 570'lərdə Land Cruiser'in lüks variantı kimi beləncə xalq dilində desək. Bunun üstünlüyü odur ki, komfortu birinci növbədə. İkinci növbədə motorunun böyüklüyü, pnevm olması, bəli 4.6 motor olması. Yəni Koza'ya görə həmin Koza'da 2.7 motorlar Prado'larda, amma bu 4.6'dır. Yəni bu Prado'ya oxşar versiyasıdır da, belə deyək. Bəli, oxşar versiyası, sadəcə bu lüks variant gedir. Amma LX 70'lər isə bunlar 570'lər isə bundan çox Həm böyük. ölçü olaraq böyüdür, bəli. Aha. Həm də ki motor olaraq o 5.7 motorlardır. Bir çox izləyicilərim də hər bazar demək olar ki, yazır ki, bəs də xırda mühərriklər və s. bizə böyük mühərrik çək, böyük mühərrik çək. Və demək olar ki, bazarın ən böyük mühərrikli avtomobilini tapmışam. Söhbət nədən gedir? Canavardan və Nissan Patroldan gedir. Bu avtomobilin mühərrikini demək istəmirəm, amma deyəcəm. 5-6 mühərrikli Nissan Patroldan gedir. Avtomobilin ili nə idi qardaş? 2012-ci ildir. Avtomobil konkret olaraq SUV-dir. 230 min kilometr yürüşdədir bu Nissan Patrol. Avtomobilin qiyməti nə idi? 47 min. 47.900 avtomobilin start qiymətidir. İndi yaxınlaşıram interyerin təqdim eləməyə. Açarsız daxil olması, yəni pollu full komplektasiyada avtomobil. Qapını açanda özüm elə bil ki, 150 kvadratlıq maşallah evin, mənzilin qapısını açıram. İçərisini görürsünüz də, yəni genişliyinə bax, yəni həqiqətən də burada bildiyim maşın sürmək yox, toy bayram eləmək olar. Avtomobilin salonunun genişliyini göstərəcəm onun hər birini. Və dəriləri göstərərəm sizə, oturacaqların dərisinin, yəni səliqəli vəziyyətdə keyfiyyətini itirmədiyini, yəni ilinə görə keyfiyyətini itirmədiyini və bu qədər sürülüb, amma buna baxmayaraq avtomobil çox yaxşı vəziyyətdədir. Fikir verirsiniz, yəni bu funksiyaları sizə göstərmək istəyirəm ki, biləsiniz, anlayışınız olsun ki, söhbət hansı Nissan Patroldan gedir və hansı komplektasiyadan gedir. Yəni bunu bir-bir bu funksiyaları mən sizə şərh eləmək istəmirəm. Artıq anlayan anladı ki, söhbət hansı komplektasiyadan və hansı avtomobildən gedir. Böyük mühərrikdir və böyük monitordur, start-stopdur. Avtomobil çox səliqəli vəziyyətdədir. Görürsünüz, özünə xas mebel işləmələrlə var burada. Yəni ki, avtomobilin indi arxa qapısından arxa oturacaqlarının vəziyyətini təqdim edəcəm. Genişliyə fikir verirsiniz, qardaşlar. Yəni ki, qalxırsan bu avtomobilə, əyləşirsən, diz məsafəsinə bax və bu avtomobildə həqiqətən də rahat şəkildə səfər edirsən. Bu görüntüləri də görürsünüz, yəni ki, bu monitorları ənənəvi şəkildə bu avtomobillərin öz zavod monitorlarıdır və burada bizim böyük bir lükumuz var. Avtomobil həqiqətən də, yəni ki, canavardır. Buradan oturanda, arxa oturacaqdan oturanda qabaq tərəfin, ön tərəfin nə boyda, nə böyüklükdə olduğunu görürsən və təbii ki, bu böyükdə bir gövdənin də mühərriki, yəni nə 2 olmamalıdır, nə 3 olmamalıdır, nə 3-5 olmamalıdır bu avtomobilin mühərriki. Ona görə də 5-6 mühərrikdir. Mən avtomobilin yanında dayanıram və təbii ki, yuxarı baxıram, avtomobildən yuxarı baxıram. Yəni məndən 1.78 boyumdur, məndən nə qədər hündürdür bu avtomobil, maşallah olsun. Qiymətini də sizə dedik, ümumi vəziyyətini də göstəririk sizə. Belə. Bir dənədir qardaşlar, Badamdar avtomobil bazarında Nissan Patrol V8 bir dənədir qardaş, bir dənə. Burada bir yazı var, onu qardaş istəyirəm özü desin. Bu Luxury Edition gedir, yəni ən full komplektasiyadır. Yəni şəhərdə olanların çoxusu Platinumdur.
Bunun əsas üstünlüyü bir distronikasının xəttanılmasının olmasıdır. 2012-ci ildə bir S-klasslarda, bir də bunlarda var idi distronika. Yəni qabaqdakı maşın tormozlayanda tormozlayır, saxlayanda saxlayır, davam eləyəndə qabaqdakı maşından bir yerdə davam eləyir öz sürətinə. Yəni qardaş deyir ki, Bakıda bu avtomobillər imенно bu komplektasiyadan bir neçə dənədir ki, ondan da biri də məndədir. Elə deyilmi qardaş? Bəli. Belə. Biz izləmədə qalın, maraqlı avtomobillər çəkməyə davam edirik. Dəyərli izləyicilər, qarşımızda 2016-cı ilin Mercedes E-klası var. E-klasdan danışıram. Görüntüyə baxın, maşallah olsun. Qapısının zəhmət olmasa bağlayın, külək çırpmasın. Avtomobilin görüntüsünə baxın. Yəni həm GLS-lərdir, həm E-klaslardır. Ümumiyyətlə 2015-dən yuxarı olan, yəni yeni nəsillərdən gedir söhbət. Bu avtomobillərin banı, görünüşü xüsusi zövq verir, xüsusi dizaynla çox maraqlı formada hazırlanıb. Almanların şah əsəridir deyə bilərəm. Avtomobil görürsünüz, yəni burada böyük bir Mercedes logosu var və biz davam edirik avtomobili vizual formada göstərməyə. Disk təkərin vəziyyətini göstərirəm. Təzə, yaxşı vəziyyətdə disk təkəri var. Təkərlərin özü yaxşı vəziyyətdədir, AMG. Yazısı da öz yerində. Böyük monitor və hər şey təbii ki, bu paneldə idarə olunur. Avtomobil full komplektasiyadır. Oturacaqları çox yaxşı vəziyyətdədir və bu oturacaqların təbii ki, ənənəvi şəkildə oturacaqların bax bu şəkildə idarə olunması üçün həmin o düymələrin qapının bax bu hissəsinə vurulmasıdır. Akustikası, səs sistemi çox əla vəziyyətdədir. Yəni ki, artıq buna bir şərhə ehtiyac yoxdur. Bu istiqamətdə mən sizə göstərirəm avtomobilin şitini və bu idarə etmə panelindəki vəziyyəti, motorun böyük olması və s. Yer gəlmiş onu deyim ki, oturacaqları çox səliqəli vəziyyətdədir. Baxın, dərisinin örtüyü və s. Və burada qəşəng bir lükü var avtomobilin. Böyüklükdə görürsünüz, incə şəkildə, detallı şəkildə onu sizə təqdim edirəm. İndi isə keçirik avtomobilin sürücü tərəfdən interyerini sizə təqdim eləməyə və ən sonunda mən sizə bunun mühərrikini və qiymətini deyəcəm. Qardaş qapısını açdı. Daxil oluruq və burada da eyni şeyi görürük. Görürsünüz, oturacağın, sürücü oturacağın idarə olunmasıdır və oturacağın isidilməsi, soyudulması və s. Və buradan daxil oluruq. Avtomobilin sükanına siz fikir verin siz Allah. Buna baxın. Az qala elə bil ki, bir təyyarə sükanıdır. Lip-stoplara fikir verirsiniz. Buradakı kruz kontroldur, adaptiv kruz kontrol. Avtomobil çox funksiyalı bir sükanı var və lip-stopların görünüşü həqiqətən də xüsusi zövq verir. Və mən burada baxmaq istəyirəm ki, yürüyüşü nə qədərdir. Burada görə bilirəm yürüyüşünü. 270 min yürüyüşü var avtomobilin. 2.2 dizeldir, CDI deyək də. Yəni ki, o dörd gözlərin dövründən qalan o söz var. 2.2 dizel. Bəli. Və burada biletlər, Bixonlar var. Avtomobil hansı istiqamətə dönürsə, farlar da həmin istiqaməti işıqlandırır. Start qiyməti nədir bu avtomobilin? 40 min manat start qiymətidir, bəli. 40 min manat start qiyməti. Yenə də təqdim edirəm salonu və bundan da istəyirəm ki, dəyərli izləyicilər, 2024-cü ilin K5-i başqa sözlə Kia Optiması 18 min yürüyüşdədir. Çox az bir yürüyüşü var. Avtomobil demək olar ki, heç sürülməyibdir. K5-lərin ön far quruluşu, sistem çox əla formadadır, əla formada dizayn olunubdur. Avtomobilin yürüyüşü, yenə qeyd edirəm ki, 18 min və açarsız daxil olma, 360 dərəcəlik kamera, hər şey var avtomobildə və full komplektasiyadır avtomobil. Elə qapını açanda, interyerinə kənardan baxanda bunu açıq aydın görmək olur. Panoramik bir lükü var, avtomobilin damın, oturacaqlarının geri və irəli idarə olunmasıdır, soyudulması, isidilməsidir, dərisi səliqəli vəziyyətdədir və arxa qapını açıb, arxadakı vəziyyəti də sizə təqdim edirəm. Baxın. Çox əla vəziyyətdədir, səliqəli vəziyyətdədir. Demək olar ki, heç maşın sürülməyib. Yəni ki, o effekti verir avtomobil. Start qiymətini dedik, yekunlaşmaq deyək, bir alan olsa ciddi alıcıya bu avtomobili neçə satacaqsınız? 54 min. K5. 54 minə dahi deyir ki, bu avtomobilin yekun yeridir. K5 başqa sözlə Optima. Yer gəlmişən soruşum, servisli yoxsa hardansa gətirir? Servis, bəli. Tam olaraq servisli. Avtomobil rəsmi dillərdən alınıb. Dəyərli izləyicilər, bayaq dediyim kimi alıcı var bazarda və bu Hyundai Accent satıldı biraz öncə. Amerika bazarı üçün 1.6 motordur. Avtomobil çox səliqəli vəziyyətdədir, çox əla vəziyyətdədir həqiqətən də. Elə mən interyerini göstərmək istəyirəm, görürsünüz necə bir səliqəli vəziyyətdədir. Böyük monitoru var və oturacaqların səliqəli vəziyyətdə. Dayı aldı maşını, Allah xeyrin versin. Razılaşıblar, indi sadəcə olaraq yekun olaraq maşına baxırlar, sadəcə pulunu da verdilər.
Belə səliqəli vəziyyətdədir. Hyundai Accentdir. Amerika bazarı üçündür. Neçə satdınız? 16.000 manata satılıb. Ya gəlmişəm, baxmaq istəyirəm, görüm avtomobil nə qədər gedib. Avtomobil 158.000 mil yürüşdədir. Belə. Bəli, dəyərli izləyicilər, bu həftəlik də bazarda çəkdiyim, görüntülədiyim bunlardan ibarət oldu. Bazarda bu bazar həqiqətən də alqı-satqı var idi. Ötən bazarlara nisbətən bir canlanma var idi. Həqiqətən alan da vardı, satan da vardı və bazarda bolluq da var idi. Və beləliklə mən bu bazarki çəkilişimi burada yekunlaşdırıram. İndi isə gedirik. Burada bir dostumuz var, Elnur, maşını alıb satır. Onun bir tanışının maşını var. Hansı ki adam öz maşınını gedib salonda hər hansı bir maşınla barter eləyibdi və salondakı o maşını indi gətirir bazara ki, Elnur yoxlasın görək. Toyota Prado 2015-dir. Yoxlasın görək barter elədiyinə dəyib yoxsa yox. Hansı ki, barterdən sonra həmin 2015-ci il Toyota Pradosu həmin qardaşın Elnurun tanışının üstünə 45 minə gəlib çıxıb. Gedək görək 45 minə dəyir o maşın yoxsa yox. Və ona baxacaq, incələyəcək, Elnur o görüntüləri sizə təqdim edəcəm və Elnurla bazarda baş verənlər, son baş verənlərlə bağlı bir də maraqlı videom olacaq, çəkilişim olacaq. Bu çəkilişi paylaşandan bir neçə gün sonra da həmin görüntüləri paylaşacağım. Bizi izləmədə qalan Avtosaz sizə bir-birindən maraqlı məlumatlar təqdim edəcək. Bazardakı proseslərin hər birini incəliklə ayrı-ayrıqda araşdırmışıq və sizlə danışacağıq. Hələlik bizi izləmədə qalan, sağ olun. Toyota Prado 2015-dir. Elnur maşını yoxlayır detallı şəkildə. Elnura hər hansı bir xüsusi aparata ehtiyac yoxdur. Elnurun gözü, əli, barmaqları aparat. Yoxlayır görək harda rəng var, harda rəng yox, harda qəzası var, harda yoxdur. Necə incəliyir, fikir verirsiniz. Elnur, nə görürsən ilk olaraq? Necə? Qapıda var. Arxa qapıda qardaş Elnur deyir ki, arxa qapıda rəng var. Hələ baxır. Lanjiron bakavinlərə baxır Elnur. İndi fırlanıram bu tərəfdən göstərməyə. Gördün oldu. Qapıda adam qasqanatı, qapıda. Kamil də Elnurun yetirməsidir. O da ikisi bir yerdə baxırlar. Deməli, Elnur sol qanatda nəsə tapıb ora baxır. Bilməm, nə tapıb mı, tapmayıb ümumiyyətlə. Yekun olaraq Elnurun fikrini soruşacağım. Detallı incələməyə keçib hələ. Damına bax. Bu stoykada, yəni ki, bu dayaqda nəsə iş gedib deyəsən, Elnur ona baxır. Cavan oğlan çıxamır. Əslində mən və mənim kimilər maşında detallı şəkildə belə baxıb harasında nə var bilə bilməriksə, amma Elnur bilir. Elnur damına baxır indi. Qasqan. Bu qapı rənglənib, hə? Görsən, Rəfli işləmişlər. Hə. Arxa sol qapıda da rəng var, qardaş deyir. Ümumi salonu göstərəm, interyerini göstərəcəm sizə. Arxa yük yerindən. İçərisi pis deyil, sərgəlidir, amma rəngdən yerləri gördüyünüz kimi var. Kamil bu birisi qapıya da var. Kamil, bu qapıda kraska var, bunu bildirim. Ümumi haralarında kraska var, sən düşmüsənsə? o birisi arxa krılodur, arxa qapıdır, qabaq qapıdır, yuxarı stoykadır. Mən gördüklərimin deyəndə bura. Demək olar ki, onda belə çıxır ki, 70-80%-ində rəng var. Hə, qapını açdım gördüm ki. Bu sol tərəfdə, maşının sol tərəfidir. Ümumiyyətlə çox yaxşı işlənməyib, çox pis işlənib. Dəhşət şpaklopka vurulubdur bu qapılara. Bax, bu qapıdır. Arxa krılda heç nə yoxdur deyir. Stoykaya qədər bax bu hissələrdə. Mən indi interyerini göstərəcəm. Yəni örtmə qapını. Maşın amma full komplektasiyadır. Lük, açarsız daxil olmaz, start stop, böyük monitor. Avtomobildə hər şey var. Maşın bunun üstünə, bu qardaşın üstünə real vəziyyətdə 45 minə çıxıb. Və Elnur maşını incələyəndən sonra məlum oldu ki, maşının sol tərəfi, ümumiyyətlə sol tərəfi, ön və arxa qapı və eləcə də arxa qanat və ön qanat, hətta stoykasına qədər, hətta vanında, damında belə daha doğrusu, ön mühərrikxanada, kapotda belə rəng var, yəni əməlli işlər gedibdir və kifayət qədər də şpaklopka var maşında. Maşının sağ tərəfində yalnız, ümumiyyətlə bu maşında yalnız bir dənə bagaj və bir də sağdan
qabaq, yəni sərnişin qapısı əl dəyilməyib, qalan hər yerində ciddi işlər gedib. İrad bildirdi qardaşı. Ona görə də qardaş həmin maşını aldığı kimi də qaytarıb verəcək sahibinə. Çünki bu maşını buna satanda əməlli başlı tərəfləyiblər ki, narahat olma, hər şey bomba kimidir. Maşının rəng dəyən yeri yoxdur. Beskraska məsələsi var. Onu bu qardaşı da deyiblər. Sadəcə elə belə bəzəyiblər də. Başa düşdün? Onu normal da bəzəyə bilməyiblər və ona görə də maşın qayıdır əvvəlki sahibinin qapısına.